Salam, Səidə xanım, Səidə Bakir qızı. Uzaqda olsam da, Rusiyada olsam da, nətər deyərlər, bu YouTube-la zadla birtəhər, YouTube-la zad da burada bağlıdır, amma ki, birtəhərdə açırıq, baxırıq, işlədirik. Baxıram hadisələrin gedişinə, sizin dediğiniz sözlərə baxıram, ümumiyyətlə vəziyyətə baxıram, oxuyuram kommentariyaları, sizə yazılan kommentariyaları və vallah nə deyim, təəccüblənmirəm, düzünə qalsa. Məndən inciməsin Azərbaycan xalqı, inciyən incisin də, amma ki, inciməsələr daha yaxşı olar. Mən çox, belə deyək ki, nətər deyərlər, elə bil ki, buradan Azərbaycan xalqına mən qıraqdan baxıram. O qıraqda olmaq biraz yaxşı şeydir ki, yəni elə bil ki, adam özünə kənardan baxır, belə deyək. Mən qıraqdan baxıram Azərbaycana, Azərbaycanlılara və burada yaşayan Azərbaycanlılara. Çünki mən diasporada deyiləm, heç kəslə ünsiyyətim yoxdur, həm yerlərlə və mən deyərdim ki, hətta burada əsas mənim həyat prinsipim odur ki, problemsiz yaşamaq istəyirsənsə, öz yerlilərindən uzaq dur. Mən bu problemlə yaşayıram, ona görə də belə deyək ki, normal yaşayıram. Normal yaşayıram və qıraqdan baxıram. Nətər olur, nələr baş verir, buna reaksiyalar nətər olur və Azərbaycanın mentaliteti də, belə deyək, milli mentalitetləri var ki, bundan biz qaça bilmərik. Ki, ay qonşu nə deyər, ay belə olar, belə olar. Kimsə əgər bütün cəmiyyət bir şeyi düzgün sayırsa, sən həmin şeyə qarşı olsan, bu düz də olsa, səhv də olsa, əgər bütün millət bunu sayırsa ki, bu qatıq qaradır, sən desən ki, yox, qatıq ağdır, onsuz da belə olasıdır ki, deməli, qatıq qaradır. Kommentariyalarda səni yiyib yatasıdırlar. Məsələn, bir dəfə mən Moskvada Sadavod bazarına getdim, orada bir Azərbaycan kafesi var idi, istədim girim bir dolma yiyim, yəni da dolma, yarpaq dolması istədim yiyim, amma gördüm ki, mal əti iləndir. Və bunu çıxandan sonra belə telefonu tutdum, Facebook'a öz statusuma da bir yazdım ki, bəs belə çox təəssüf ki, Azərbaycan kafesində Azərbaycanın milli yeməyi dolmanı, yarpaq dolmasını qoyun əti ilə yox, mal əti ilə verirlər. Onun altından bir kommentariya getdi. Sən iş verənsən, ay nə bilim, nə belə də. Bu bizim millətin xasiyyətidir. Məsələn, bu yaxında mən deməli, bir qrup var idi Facebook'da, Rusiyada yaşayan Azərbaycanlılar qrupu. Həmin qrupdan təsəvvür edin ki, mən də o qrupa daxil idim bir neçə vaxtı. Həmin qrupdan məni bloka saldılar, sonra çıxartdılar. Nəyə görə? İndi mən sizə deyim. Deməli, çox tez-tez axır vaxtlar həmin qrupa Azərbaycandan yazırdılar ki, bəs mən Vətən müharibəsi iştirakçısıyam, bəs mən 44 günlük müharibənin veteranıyam, medallarım var, bəs belə-belə. Mən gəlib Rusiya ordusunda xidmət eləmək istəyirəm, Ukraynada döyüşmək istəyirəm. Onu nətər yazılmaq ora, bəs iş istəyirəm, iş axtarıram, buna görə vuruşmaq istəyirəm. Biri yazır ki, bəs hərbi komissarlığa müraciət elə, biri yazır belə elə, bir məsləhət verir. Mən də yazıram ki, ay bala, sən biraz çaşmısan nədir? Sən Azərbaycan vətəndaşsan. Onun birincisi qanuni tərəfdən maddəsi var. Qaydanda səni həbs eləyə bilərlər. Sonra bunun mənəvi tərəfi var. Azərbaycan Qarabağ problemi yaşamış bir ölkədir. Sən bu düzgün olar ki, bəs sən gedəsən belə bir şey nədir, iş görəsən, pulun xəttinə də olsa, belə şeylər yazın və təsəvvür edin ki, o qrupun üzvləri düşürdülər mənim üstümə, Azərbaycandan da, Rusiyadan da olan Azərbaycanlılar düşürdülər mənim üstümə kommentariya. Sən o uşaqdan nə istəyirsən oğlanla? İşi yoxdur, getsin, vuruşsun, bir çörək pulu qazansın da. Belə şeylər yazırdılar. Çox həddindən artıq çox yazırdılar. Bir neçə dəfə bu təkrar olundu. Sonra məni ümumiyyətlə bloka saldılar və qrupdan çıxartdılar ki, mən belə şeylər yazmayayım. İndi bəlkə mən düzgün yazmıram, nə bilim. Yəqin səhv eləmişəm də belə şeyləri yazmaqda. Mən yazmalı deyildim də, mən göstərməli idim ki, hara getsin, nətər bunu eləsin. Hələ bəlkə pul da göndərərdim ki, gəlsin bura. Nə deyim vallah? Mən bilmirəm, bəlkə elə Azərbaycanlılar var burada ki, pul göndərirlər, Azərbaycandan adamı gətirirlər,
faizi ilə də belə deyək. Olsa vallahi təəccüblənmərəm. Yəqin belə şeylər ola bilər. Ha, bu belə bir şeydir. İndi sizin o nətər deyərlər, bu axır vaxtlar ki, bu skandal ki gəldi, çıxdı bu olaylar ki oldu, köçkünlərlə əlaqədar. Ümumiyyətlə belə deyək də ki, köçkünlər, yəni bir vaxtlarda Qarabağda olan, döyüş bölgələrində olan insanların ermənilərin həmin kəndləri zəbt eləməkləri nəticəsində köçüb gələnlərdir də, belə deyək də ki, hə. Mən şəxsən özüm deməli demək istəmirəm də 1-ci Qarabağ müharibəsi, 2-ci Qarabağ müharibəsi. Bizdə bir dənə müharibə oldu. 90-cı ildə başladı, 23-cü ildə qurtardı. O 1-ci, 2-ci bizim xalq elə o müharibəni 1-2-yə bölüb, Şəhidlər Xiyabanını 1-ci, 2-ciyə bölüb. Biraz düzgün deyil, mən bunu düzgün hesab eləmirəm. Çünki bu olan şey deyil. Bizim müharibə bir dənə oldu. 90-cı ildə olan deməli döyüşlərin mən də iştirakçısıyam. İndi mən sizə 2 epizod danışmaq istəyirəm. İndi yəqin ki, çoxları baxacaq. Heç kimdən qorxmuram. Hansı kommentariyalar istəyirlər yazsınlar. Buyurun. Nətər deyərlər, o deyirik, Rusların sözü var, bumaga все терпит. Yəni kağız hər şeyə dözür, yəni internet hər şeyə dözür. Yazın nə qədər istəyirsiniz. Deməli, Seyfəlidə bizim tank və BMP batalyonu var idi. Bizi qaldırdılar, deməli, yanvar ayı idi, 93-cü ilin yanvarın əvvəli idi. Bizi qaldırdılar həyəcan siqnalı ilə. Biz gəldik Ağdamın bir kəndinə, peşə məktəbinin həyətinə. Bir gecə orada qaldıq. Sonra bizi gətirdilər döyüş bölgəsinin yanında bir kənd var idi. Amma kənddə cəmaət yaşayırdı, işıqlar da gecələr yanırdı, belə normal həyat idi. Amma döyüş bölgəsinə yaxın idi. Həmin kəndin düz böyründən başlayırdı meşə. Bizi həmin meşəyə gətirdilər. Bütün batalyon meşənin içində texnikanı yerləşdirirdik. Axşam oldu, amma bizə dedilər ki, bəs ocaq yandırmaq olmaz, tankları, texnikanı işə salmaq olmaz. Amma ki, axşam da soyuqdur, qış vaxtıdır. Biz üşüyürük, nə qarası yox ki. Komandir dedi ki, olmaz. İndi mən başa düşmürəm də, yanımızda kənddə işıqlar yanır, burada olmaz. Yəqin ki, bu indi taktiki bir məqsəddir da ki, ermənilər bilir ki, bu kənd yaşayır, burada var, amma ki, bilməli deyirlər ki, yanlarında texnika var. Sonra komandirimiz dedi ki, bəs BMP heyəti, uşaqlar istəyirsə gedin kəndə yavaş-yavaş. Bizim səhər vaxtımız təyin olunubdur. Biz bilirik ki, biz neçədə çıxasıyıq. Yəni o saata kimi gedib orada axşam bir qapıları döyün. İndi cəmaatımız da yəqin ki, sizə bir yer zad orada düzüb qoşarlar ki, balaca yatın, soyuqdur. Siz sabah birinci gedəsiniz. Ki, ayaqlarınız zadınızda donmayın. Yox, yaxşı. Bizdə də bir, məsələn, keçim var idi, başqa BMP-də, Ruslan. Ruslana dedim, gedirsən Ruslan kəndə? Dedi, yox. Mən dedi, qalıram, bu biraz işlər görmək lazımdır. Bizim BMP hazır idi, ona görə mən də BMP-də atıcı nişançı idim. Mənim də bir Bakılı oğlan var idi, o da mexanik sürücü idi, biz ikimiz. İkimiz durduq, getdik, silahları qoyduq uşaqların yanında. Getdik həmin, birinci elə ev var idi, işıq yanırdı, içərdən də səslər gəlirdi. Döydük qapını, darvaza açıldı, belə durdu qabağımızda, bir kişi xeylağı, boydan bolaca, salam əleykum, salam əleykum. Bağışlayın, bəs şeydir, biz əsgərlərik burada, çöldüyük. Ola bir balaca içəri çəkək, içinək. Dedi, yox, dedim, yaxşı bir çaydan zaddan içmək olar. Dedi, gəlin çay için. Apardı bizi, bir otaq var idi, belə, həm orada mətbəx kimi idi, orada sobazad var idi. 2 qadın nəsə pişirirdi, nəsə iş görürdülər. Mən girəndə gördüm ki, o otağın qapısı açıq idi, gördüm orada 2 kişi oturubdu. Bu kişi bunlara dedi, bir dəqiqə gəlirəm indi. Dedi, oturun burada çay için. Yaxşı. Qadınlar çay tökdülər, bizə qoydular, yəni qəndlə zadla. Çay içdik. Çay içdik, dedi, bəs çörək yeyirsiniz? Dedim, yox, çörək yemirik. Biz orada konserv ilə çörək zad yemişdik, istəmirdik. Dedi, onda gedə bilərsiniz. Baxdım, dedim ki, yaxşı. Durduq, qapıya yaxınlaşanda dedim, valla bir xahişimiz var. Əslində çay içməyə, yemək gəlməmişik. Bizə imkan varsa, harada bir 4-5 saat belə bir yatmağa yer, çünki orada soyuqdur, donuruq, təmiz soyuqdan ölürük. Amma sabah da getməliyik. Dedi, bir söz, evdə qonaqlar var, mən sizi saxlaya bilmərəm evdə qonaq. Qadınlar var, dedim, qadınlar da bizim bacımız, anamız.
Qonaqları da xoş gəldilər. Biz onları məşət eləmirik ki, mane olmuruq ki, sənin bir mərtəbədə neçə dənə otağın var, üstdə də ikinci mərtəbədə neçə otağın var. Bir dənə otaqda bizə isti otaqda bax, lap bu otağın o küncündə biz sizə mane olmayacaq. O otaqda elə döşəmənin üstündə oturaq küncdə, sobanın yanında. Bax beləcə yataq 4-5 saat. Çünki yol gəlmişik. Həm yorğunluq, biraz yatmalıyıq. Həm də ki soyuqdur. Orada ocaq qalamağa icazə yox. Bir isti yer yoxdur. Ancaq siz bizə kömək eləyə bilərsiniz. Dedi yox, bağışlayın. Ya oturursunuz, çörək yiyin, gedin. Amma gecə şeydi, yox, olmaz. İllah elədim, dedi yox, olmaz. Gedin. İcazə vermədi. Nəsə, bu Bakılı oğlan da mənim sürücüm istəndi elə, dedim əşi gəl, getdik. Çıxdıq, getdik, gəlib o çatana yaxın bizim texnikanın yanına bu Bakılı oğlan lap qəzəbləndi ki, əşi, bu nə olan şeydir, biz bunlardan gəlmişik, burada canımızı veririk, nə qədər yox. Bəs bizə bir köməkli eləmirlər, bu nətər olan şeydir, bu nə vicdansızdır, dedim əşi, sakit ol, nədir odur da. Mən bilmirəm də, bəlkə biz başqa qapını döysəydik belə olmazdı. Yəni ki, birinci olan qapıdır, göydük, belə alındı. Nəsə dedim, sakit ol, bitər, BMP-nin içinə girək, başıq görək, yata bilirik. Giririk, yatırıq, görürəm, yox, soyuqdur, donur, çox soyuqdur. Mən qorxuram ki, yataram, sonra məni xəstəlik tutar. Ondan sonra da bu sabahda çıxırıq biz. Bir şey ölüm olmaz. Elə fikirləşim, öldüm. Bir də gördüm, səs gəldi, BMP-dən, dap, bizim bu sürücü düşdü. Elə bil, nəsə belə ürəyimə damdı ki, bu nəsə yaxşı olmayacaq. Mən də bu şeydir, biraz bir dəqiqə kimidir, yarım dəqiqə kimi keçdi. Mən də düşdüm, baxdım, o uşaqlar var idi. Mən soruşum, bu hara getdi? Dedi, o tərəfə getdi. Elə mən düşdüm, bunun dalıca qaça-qaça getdim. Gəlib bunu evin yanına, həmin evə gedilmiş bu. Evin yanına çatanda gördüm əlində avtomat. Gedəcəm deyə, bu dəqiqə hamısını qıracam onları. Deyəm, sən də danışsan, keçiksən, dəli olmuşsan, sən özə də görür, bütün ailəni qırarsan, o boyda özə iş açarsan, cəhənnəm olsunlar, vermədilər, yer vermədilər də. Bir dənə bu şeydir, gecədən ötürü bütün həyatı çorlamaq istəyirsən, səni ömürlük bazarlar türmüyə. Sən nə danışırsan? Gəl, zorla dartdım, apardım. Ondan sonra səhər deməli çıxmışıq, kəndin içi ilə keçirik, tanklar keçdi, sonra BMP-lər o küşədən. Həmin evin yanından keçirdik, gördüm həmin kişi, həmin qadınlar dayanıqlar belə, baxırlar. Mən də tərs baxdım ona, heç nə, nəsə belə bir epizod oldu, xoşa gəlməyən. Mən başa düşmədim niyə belə oldu. Bax, bu həmin yerli sakin ki, onun kəndinin qabağında döyüşlər gedir. O kəndində sakitcə yaşayır, çünki orada qabaqda əsgərlər var. Onu müdafiə edən əsgərlər. Bir əsgər gəldi, 2 əsgər gəldilər, ondan isti yer istədilər, onu onlara qıymadı bu adam. Belə deyək ki, qovdu evdən. Bax, bu bir epizoddur. İndi sizə ikinci epizod danışım. Rayon adı çəkmirəm, yenə də çəkmək istəmirəm. Deməli, biz hücumda, bizim BMP, 3 BMP, bir də bizim BMP-də 3 BMP düşdü, miniyə düşdük. Mən kontuziya aldım. Məni oradan gətirdilər Ağdam hospitalına. Ağdam hospitalında baxdım, müayinə elədilər. Məni göndərmək istəyirlər Bakıya hospitala. Həmin günlərdə də bilmirəm nədir olsa, nətər oldusa, indi Allahın işidir da. Mənim anam gecə yuxu görər ki, məni öldürürdülər. Mən də evin tək oğluyam. Yəni, evdə həyat yoldaşım, 2 dənə xırda uşaq, 1 yaşında, 3 yaşında uşaq, bir də anam. Mən də evin təkdə, belə tək xeylayım. Evdə mən təkəm. Evdən də xəbərsiz çıxmışam. Amma anam bilir hansı tərəfə getmişəm. Belə xəbər tutub da deyildilər ki, bəs filan yerdədir. Anam durub, avtobus oturub həmin rayona gəlir. Həmin rayonda maşın tutar, maşınla gedər, başlayır qərargahları zadı axtarmağa, hərbi hissələrə soruşur. Orada taparlar, deyirlər ki, bəs o bizdə piyada idi, piyada bölməsində idi, batalyonda. Sonra onu keçirdilər BMP batalyonuna, tank batalyonuna. Gedim filan yerdə, elə axtara gələr. Orada birbaşa gələr, elə cəbhə yerinin, xəttinin demək olar ki, yanına. Orada soruşar, bir komandir deyər, hə, bizdədir bu adam.
Amma ki deyir, o döyüşdə bəs şeydə vurubdular, BMP düşüb miniyə, Kant-106 göndərdilər Ağdam hospitalına. İndi oradadır. İndi oradadır. Anam da deyir ki, bəs mən onu əgər belədirsə, mən onu götürüm Şəki xəstəxanasına. Komandir deyir ki, yaxşı, əgər həkim icazə verirsə, götürün, orada müalicə olunsun. Bəs bu nə eləyək? Deyir ki, şəklimi götürmüş. Deyir, bu şəklin dalına yaz. Komandir də yazar ki, bəs filan kəs, bəs nədir, bu verilsin, icazə verirəm. Anam gələr hospitala, tapar məni, təsəvvür, mən yatmışam, artıq məni hazırlaşırlar vertolyotla göndərməyə Bakıya. Anam gəlir, məni orada tapar. Götürür, həkimə deyir ki, bəs bu komandirin icazəsi, bu oğlanı götürürəm, oğlumu maşından aparıram Şəkiyə, xəstəxanaya. O da deyir ki, əgər elədirsə, bizdə burada qolundan yaralanan bir şəkli oğlan da var, onu da götürün. Deyir, yaxşı, onu da götürər. Biz deməli maşınla Jiguliyə minib gəlirik və birdən yolda mən qabaqda oturmuşam, anamla bu oğlan dalda oturub. Bir qadın minər, çamadanları ilə zadla gözləyir yolda. Maşın saxladı, anam düşdü, həmin qadına dedi, çamadanları qoyaq bagaja, qoydular bagaja, gəldi, oturdu dalda. Belə hündür boy, haradasa 1.80 boyu olardı, hündür boy, belə köşfason, canlı, sarışın tər bir qadındır, belə gözləri göy fasondur biraz. Nəsə oturdu, gedir o, gəldi, məndə hərəkətli, maşın hərəkət eləyir, beyin qaynıda belə yaxşı hiss eləmirəm. Nəsə gətirdilər məni, xəstəxanaya qoydular. Sonra anam getdi evə bu qadınla. Nəsə, sonra anam gəldi yanıma, soruşum ki, bu qadın kimdir? Dedi, bəs bu qaçqındır. Evdən çıxıb, gəlib bilmir hara getsin. Getmişim bizə, indi gedəsidir yerzad özünə danışmağa. Ona kimi bizdə qalasıdır. Dedim, yaxşı. Bizdə evdə də, yenə də bayaq demişdim. Anam, həyat yoldaşım, keçmiş həyat yoldaşımdır. Biz sonra ayrıldıq, həyat yoldaşım. Və 3 yaşında və 1 yaşında qız və oğlan. Evimiz rəsmi bir otaqlıdır. Yəni 18 kvadrat bir otaq. Yanında deməli mətbəx, balaca bir mətbəx. Arxa tərəfdə də belə deyək ki, qapı, dəhliz, mətbəx, otaq və otaqla mətbəxin qabağında 6 metr balkon. Anam aynəbənd eləyib, həmin balkonu eləyibdi, deməli, və mətbəxi çıxardıbdı balkona. Həmin bu otağı, mətbəxi də eləyibdi, yataq otağı. Belə çıxır ki, indi bizdə 2 otaqdır. 2 otaqdır. Nəsə bu qız bizdə qalası oldu. Qaldı nə qədər vaxt, mən də müalicə olunuram. Sonra mənə yavaş-yavaş icazə verirlər ayağa durmağa. Başladım da gəzməyə, gedirəm. Orada başqa bölgə nədir bu, şöbələrdə də bizim əsgərlər yatırdı. O şəkli oğlanın yanına gedən, bundan görüşüm. Sonra analiz verməkdir, nə bilim, rentgen zadı belə gəzirəm. Evimiz də düz elə bil ki, mərkəzi xəstəxanadan, mən yatdığım mərkəzi xəstəxanadan, yolun o bir tərəfi bizim evimizdir. Yəni, yolu keçdin evdə. Dedim, gedim bir ev içindədir, evə dəyim, görüm nə var, nə yox, elə icazəsiz zadsız. Gəldim evə, qapını açdım, girdim evə, baxdım, bir kişi xeyli otururdu, anam da evdə idi, otururdu. Belə, o da hündür boydu, durdu ayağa, görüşdü məndən, hündür boy, halbuki 1.80, amma çox arıqdır, belə sifəti, özdə sifətdə qaraçı yoxşuyur o Yeseniya filmindəki o qaraçı oğlan var, Yeseniyanı sevən qaraçı, bax, ona oxşuyur, onun sifətdə elə bir şey odur. Amma arıqdır, çox arıqdır. Oturdu, dedim, salam aleykümdən, anamdan soruşdum, bəs bu kimdir? Dedi, bu da bizdə qalasıdır, bu o qızın qardaşıdır, o da qaçqındır. Baxdım, nə deyim də, qaçqındır. Nəsə, dedim, hələ ki, mən üstə evdə deyiləm, yer var da bir balaca. Amma cəmaat bir-birinin üstündə yatır evdə. 2 bunlar, anam 3, yoldaşım 4, 2 uşaq belə də indi. Nəsə, bitər yatırlar. Bu oğlan belə ki, yatır, bu oğlan yatır mətbəxdə, o 2 nəfərik çarpayda. Anam cüldə burada divanda, sonra yerdə zadı yer sağla yatırlar, belə də biraz şəraitsizlikdir. Sonra yavaş bir dəfə də gəldim, anamdan soruşdum ki, bəs bunlar nə vaxt çıxasılar? Vaxt da gedir, bunlar çıxmırlar. Deyir ki, onlar deyir, o söz verdilər icra hakimiyyətindən, onlara
yataqxana verəsidilər, otaq verəsidilər, nə qarasılar, hərəsinə bir otaq verəsidilər. Sonra yavaş-yavaş indi vaxt da gedir. Bunlar çıxmırlar. Nə vaxt gəlirəm, anam gəlir yanıma, soruşuram nədir? Yox. Sonra bir dəfə anamdan soruşum, görüm anamın qanı bərk qaradır. Nə oldu? Deyir, bala deyir. Sən demə, bunlar deyir, bacı qardaş döyürlərmiş. Bunlar nəsə də belə ayraq qısaltdı təmiz. Bilmirəm də, dedi, bəs qanmışam işi. Bunlar dedi, sevgilidirlər. Bacı qardaş döyürlər. Yine öz işləridir, nədirsə. Mən deyim ki, anama deyirəm ki, bəs mən bu yaxında artıq evi buraxırlar evə. Nəsə, məni yazdılar, buraxdılar evə. Çıxarışım yazdılar və s. Mən getdim hərbi komissarlığa, mənə dedilər, bilsə nə var? Bəsdir də, evin tək oğlusan, yeganə kişisən evdə, 2 dənə az yaşlı uşağım var. Anan yaxşıdır. Bəsdir daha, getmişsin könüllü, biz onda şimdi deyə bilmədik. İndi gəlmirsən, indi biz sənə icazə vermirik. Vəssalam. Otur evində, iş o işdə. Mən də onda Şəki teatrında da işləyirdim və getmişdim, yəni adım işləyirdi. İşdən də hələ ki tələsdirmirdilər ki, biraz da indi çıxandan sonra xəstəxanadan özümə gəldim, biraz nə. İndi mən də gəldim evə. Təsəvvür edin ki, mən, anam, yoldaşım, 2 uşaq, bu da 2 nəfər. Sığışmırıq. Yemək də yemək haqqısaldır. Bunlar bax, ümumiyyətlə baxmırlar. Yemək haqqısı yazıq anam, teatrda işləyir, orada maaş elə çox deyil. Sonra mənim maaşımda verirlər, Allah şükür sağ olsunlar, nədir, mən orada olmasam da verirdilər. Belə 2 nəfərin az maaşından bitər, yemək zadda, ferməşillə zadla belə düşbər elə, xamır yeməklərindən zadla bitər, günü başa vururdu. Bunlar da oturdular, yeyirlər, içirlər, neçə vaxtı. Soruşanda ki, ay bala, sizin otaq nə oldu? Bəs gözləyirik, söz verdilər. Gəldi, iş öyle çatdı ki, artıq evdə böyle çox pis vəziyyət alındı. Yerləşmirik, yemək yoxdur. Mən artıq getdim, başladım soruşmağa. Dedim, bəs bu işdən başqa bəlkə bir nəsə bir usta yanındaza da gedim, bir fəhli işləyim ki, biraz pulza da olsun da belə, çatmır. Nəsə, bax, belə gəldi, çox çətinliyə dirəndik. Axırda anam dözmədi, başladı, getdi icra hakimiyyətinə. İcra hakimiyyətində vəziyyəti danışdı. Və icra hakimiyyəti anama söz verdi. Və 2 gündən sonra köhnə peşə məktəbinin yataqxanası boş idi. Oradan bir otaq verdilər, 2 dənə də çarpayı. Ondan sonra anam gəldi, dedi, qardaş, bax, bu sizin kağızınız. Orada otaq boş, bu da açar, otağın açarı. Gedin yaşayın da, bu qədər olmaz da. Belə çox həyasız özə eləyirdilər. Deyəndə ki, anam neçə də bilmiş, ay bala, siz nə vaxt çıxırsınız, bəlkə bir yer tapasınız, çıxarsınız da. Deyir, versinlər daha yer. Axırda anam bir dəfə deyir, ay bala, sən yekə kişisən, sən niyə bu cəbhə bölgəsində döyürsən? Mən xəstəyəm, ciyərim xəstədir, ay nə bilim nə, belə başladı ki, indi uşaqlar var da, Allah şükür cəmaat çatışır da, belə ağır sözlər deyirdi. Nəsə, anam da pisinə gəlirdi, mən ümumiyyətlə susurdum, heç nə demirdim. Sakit baxırdım ki, bu işin axırı nə ilə qutarasıdır. Vallahi, indi əgər biz də axırası yəqin ki, çıxıb geçsəydik, bunlar bu evdə oturası idilər, neçə il. Sonra da hələ bizi qoyası döyülürdülər evə də, belə deyək də. Bax, belə bir hadisə də, epizod da olmuşdu mənim həyatımda. Görmüşəm bu oxşar epizodu. Yəni, çox belə həyasızlıqla otururdular. Anam dəfələrlə deyirdi ki, bəsdir də, bəsdir. Bəlkə çıxasınız harasa, biz yer çatmır, yemək çatmır. Yox, otururdular. Nəsə, anam onları belə zorla otaq tapıb çıxartdı. Ondan sonra da eşitdik ki, bizim dalımızı danışdılar ki, bəs bizi qomardılar, ay nə bilim nə qardılar, qovdular evdən, belə şeylər, qonaqpərvər döyürlər, nə bilim nə, hələ biraz deyim ki, gətirib dini tərəfinə də çıxartmışdılar ki, biz şiə yox, onlar sünnidirlər, nə bilim nə, çox belə pis söhbətlər, mən elə şeylərdən heç xoşum gəlmir. Mən neçə ildir Rusiyada namaza gedirəm, özüm bilmirəm, indi mən şinniyəm, süyəm, heç onu da bilmirəm. Orada şiə meçididir. Orada gedirəm o şiə meçidində namazımı qılıram. Burada elə şeyi deyəsən, baxmırlar da belə. Heç kəs baxmır. Bax, belə. Ona görə də Səidə xanım mənə elə gəlir ki,
siz elə bil ki, biraz da hələ azadlığa çıxmısınız, sizi bu işdən getmək olsun. Mənə elə gəlir ki, siz öz kanalınızı açsaz, başlasaz yenə fəaliyyətə. Mən şəxsən abunə də olaram, həmişə də baxıram, like da qoyaram, eləyim. Bilmirəm də, çünki mən özüm köhnə telejurnalistəm. Mən Azərbaycanda, məsələn, mənim sənətim video operatoru idi, ancaq özü bizdə Şəkidə operatorun işi nə olardı? Ancaq toy çəkmək. Amma mənim çox böyük arzularım var idi ki, televiziyada proyektlərdə işləmək, proyektlər eləmək. Şəkidə amma mən nə qara bilərdim ki, toy çəkməkdən başqa. Ona görə mən də vaxtında bütün belə dilləri hamı deyir ki, getmişəm çörək dalcı. Yox, mən Azərbaycandan gedəndə mənim çörəyim var idi. Yəni toy da çəkirdim, müştərilərim də var idi. Mən sadəcə olaraq kameramı götürüb getdim. Çünki mən bu arzularımı həyata keçirmək istəyirdim. Ona görə mən getdim 95-ci ilin axırında Simferopol şəhərinə, orada televiziyada işə girdim və operator montaj işindən başlayaraq gəldim, öz karyeramı qaldırdım çox yüksəklərə. Artıq orada xəbərlər proqramının rəhbəri idim və sair. Sonra getdim Moskvaya. Moskvada neçə illər Zvezda telekanalından işləmişəm, çox kanallarla işləmişəm. Bir çox xəbərlər agentliklərində çəkilişlər də eləmişəm, montaj da eləmişəm. Yəni bu işim. Ancaq sonralar 10-cu ildən 15-ci ilə qədər də TRT-Avaz üçün deməli gözəl türk telejurnalisti Abdullah Türksoy ilə bir yerdə səyahətlər proqramı çəkmişik. TRT-Avaz kanalından sonra Türkiyənin A kanalına, bir çox kanallarına çəkmişik. Bütün Avropanı, Asiyanı gəzmişəm. Rusiyanın 90%-ni, MDB dövlətin hamısını gəzmişəm. Amma sonralar işimiz bağlandı, mən dayandım və ondan sonra mən telejurnalistikadan uzaqlaşdım. Mənə dəvətlər oldu. Belə deyək də ki, yəni internet blog saytlarından da dəvət oldu. Telekanallardan da dəvət oldu. Mən sadəcə olaraq istəmirəm artıq telejurnalistika. Telejurnalistika indi elədir ki, cəmaata qan lazımdır. Yaxşı xəbərə qulaq asmırlar. Qan lazımdır ki, çoxlu qan olsun, nəsə bir skandal olsun, kimsə kiməsə nəsə bir pis iş görsün. Jurnalistlər də elə bil ki, bir şeyə dönürdülər. Bu olur heyvan, bir ölmüş heyvan. Gəlir qana getmək, qanı onu yırtmaq, onu göstərmək. Mən özüm şəxsən istəmirəm belə şeylərlə məşğul olum. Ona görə də getmirəm telejurnalistikaya. Siz çox gözəl telejurnalistsiniz. Ona görə mənə elə gəlir ki, düz sözlərdə deyirsiniz. Çox şeylər məsələn də mən qulaq asıram, var çox şeylər. Siz heç kimə qulaq asmayın. Öz işinizlə məşğul olun. Bu bizim Azərbaycan xalqının mentalitetidir belə şeylər. Qulp qoymaqdır, nə bilim, ay belə oldu, ay belə olmadı. Ona görə siz heç nəyə baxmayın. İşinizə davam eləyin. Bir kanal da açın. Mən şəxsən abunəyəm, mənə deyəcək ki, çoxlar abunə olar. Sözünüzü deyin düz. Heç kəs sizə mane ola bilməz. Allah şükür, mənə elə gəlir ki, əsas həyatda xoşbəxt olmaqdır. Əgər siz həyatda bu sözləri deyə bilirsinizsə, siz xoşbəxt adamsınız. Yəni susmursunuz, deyirsiniz. Mənə elə gəlir ki, büyündən sonra da deyəsiniz. İşləsəz də, işləməsəz də. Mən sizə işinizdə müvəffəqiyyətlər arzu edirəm. Mən sizi dəstəkləyirəm. Mən sizin bütün sözlərinizi haqlı hesab edirəm. Və arzu edirəm ki, siz ruhdan düşməyəsiniz və yenə davam edəsiniz. Sağ olun, sağlıqla qalın. Bəlkə birdən indi fikrimdə var ki, axır vaxtlar gec-gec gəlirəm Azərbaycana. Gələndə Allah qoysa görüşərik. Yenə məndə çoxlu yaxşı mövzular var. Sizə göstərərəm o mövzuları. Sağ olun, sağlıqla qalın.